Debat eləmək Necəsən? PK qardaş, bizi nəyə çağırmısınız? PK'ya. Debatı təyin elədik ki, gecə saat 2-də debat olur. Bu arada salam. Efrinizdə olan hər bir kəsi salamlayıram. Təşəkkürlər. Mən də efirində olan sən də daxil olmaqla inansız müsəlmanları Qurban Bayramı münasibətilə təbrik edirəm. Təşəkkür edirəm. Sənə də əsənliklər deyirəm və nəfsini qurban eləyən hər bir kəsin, mən də sənin canlında olan bütün müsəlmanlar ki var, nəfsini qurban eləyib, onların Qurban Bayramını təbrik edirəm. Təşəkkürlər. Bugün İslamdakı Qurban Bayramını müzakirə eləməmisiniz? Yox, çox yox. Niyə? Biz bəzi, sənə demirəm ya da səninlə əlaqəli bir məsələ, biz bəzi radikal qruplardan deyirik ki, dövlət səviyyəsində və cəmaatımız səviyyəsində qeyd olunan bir bayrama anladın sən. Bəziləri deyir də ki, ayağımızın altındadır. Videosunu paylaşmışdım, görmüşdün də. İndi bəzilərin bilmirəm söhbət nədən gedir. Şey bilmək istəyirəm. Yəni heç o barədə soruşmuram. O heç o öz yerində. Yəni Qurban Yox, Bayramı müzakirəni belə eləmişik ki, bir Qurban Bayramı xaricində də yardım və ya belə bir şeylər eləmək daha yaxşı olardı demişəm. Məncə yanlış bir şey deməmişəm. Qurban Bayramı dünyanın ən böyük yardımlaşma kampaniyasıdır. Dünyada ondan İldə bir böyük dəfə yox. olmamasıdır. İldə bir dəfə yox, hər də çox olmasını istəyərdik biz. Məncə normal bir şey. Məsələn, bunun çox olması üçün nə edirsən? Ateist qruplaşmalar olaraq. Sən hardan biz hansı yardım fəaliyyətlərində iştirak edirik? Soruşuram da qız. Bilmirəm ki, demirəm etməli. Soruşuram. Yardım fəaliyyətlərində iştirak edirik yetərincə. Yəni Neçə boynu oyun? PK açığı deyirəm, bax sən açıq deyirəm. Bizim yayımda olan heç kim deyir ki, qardaş oynama da. Konkret istəmir heç. Oynamır. Hə. Başqa bir şey var. Yox, təklif edilən canlımda Qurban Bayramından danışım. Niyə? Çünki hər zaman sizə yaraşmır ki, insanların o eynən Qurban Bayramı dövlət səviyyəsində qəbul olunan bir bayram olduğu kimi İslam dini də qəbul olunur və bunu müzakirə edirsiniz. Sizə yaraşmır ki, hər zaman bunu müzakirə edəsiniz. Arada bunu da müzakirə edin. Çünki bu... Hər zaman Qurban Bayramı olur. Yox, hər zaman Qurban Bayramını demirəm müzakirə edin. Deyirəm ki, necə ki Qurban Bayramı dövlət tərəfindən dövlət tərəfindən qəbul olunur və eyni anda onu bilirəm ki, İslam dini də dövlət tərəfindən qəbul olunur. Əgər belə bilmək istəyirsinizsə, bizim bütün... Dövlətin rəsmi dini deyildir. Yox, dövlətin rəsmi dini deyilsə, Qurban Bayramı dövlətin niyə rəsmi bayramıdır? Çünki cəmaatın bayramıdır. Yeni il bayramı dövlətin rəsmi bayramıdır. Din də cəmaatın. Dövlətin dini bayramıdır. Bax, dövlətin bayramı deyil, razıyam. Dövlət Pasxa bayramında qeyd edilir, nə olsun? Bunlar razıyam. Yeni il Bu da bayramında bir- qeyd edilir. Bu da dini bir ritüeldir. Tətbiqi sizə zidd. Nəyi? Paska bayramı. Pasxa bayramı qeyd edilir amma. Ümumiyyətlə deyirəm, qeyd etməyi və müzakirə etmirəm ki. Bax dostum, deyirəm ki, Qurban Bayramı bütün dövlət tərəfindən, bu ümumiyyətlə müzakirəsi yoxdur. Hamımız bilirik ki, bu çox ideal bir şeydir. Yardımlaşma, insanlar bir-birinə ehtiyac. Bildim, bu yayına gələndə təbrik elədim səni. Sən nəyin dərdindəsən? Buna görə təşəkkür edirəm. Zaten burada hamı sənə, mən ilk dəfə öz yayımımda sənə promo təşəkkür gördüm. Hamı burada təşəkkür yazdı. Zaten bu bəlli. Ya hamı söyürdü, ya çox adam söyürdü, bildik. Əksinə, sizdən fərqli olaraq bizdə heç vaxt söyüş olmur. Biz söyüş söyləmirik. Səni təbrik elədilər, bu barədə təşəkkür etdilər. Ciddi təşəkkür etdilər bu arada. Mən onu Mən də demirəm. ciddi təbrik eləmişdim. Çox sağ ol, minnətdaram. Mən də sizin, bu arada bunu bildirim, yayımımızdakı ateistlər ehtimaldır ki, müsəlman deyirlər və Qurban Bayramını keçirtmirlər. Hər bir halda Azərbaycanda bu cür bir həmrəy bir davranışı, yəni humanist bir baxış tərzi ilə təbrik eləyərlər mən elə bilirəm. Niyə dönləməsinlər ki? Bunun əksi yoxdur ki, yəni İslamın ən gözəl gözdəsi addımlarından biridir sadəcə. Dəxli nədir? Azərbaycan xalqı qeyd edir, biz də təbrik edirik də. Bax, Qurban Bayramı Azərbaycan xalqının bayramıdır, düzdür? Azərbaycan cəmaatı bunu öz bayramı kimi bənimsəyibsə, öz bayramıdır, biz də təbrik edirik. Nə dedik ki? Azərbaycan cəmaatı necə ki bunu öz bayramı kimi mənimsəyib, o bayramı öz bayramı kimi mənimsəyənlər də bu dini də öz dini kimi mənimsəyib. Dinə yanaşman kimi Qurban Bayramı da yanaş. Əgər Qurban Bayramını özəlləşdirirsənsə, dinə də özəlləşdir. İndi sən mən xırda bir sual versəm, ateizm siz bir özəlləşdirmisiniz, bənimsəmisiniz? Ateizmi biz, Ha. Ateizmi yəni özüzlükləşdirirsiniz? Azərbaycan ateistlərini 100%. Məsələn, Nə cür bir özəlləşdirmədir ki, bu qədər siz ziddiyyət yaranır?
Bu cür ki, məsələn, Professor Lawrence Krauss'un yanaşmalarını mən əminəm ki, sən o cür yanaşmırsan, məsələn. Mən səndən onu bir tutanmaram. Şurada bu mənim adicə ilə birinci primitiv yanaşmam budur. Professor Lawrence Başka şeydi, ben başka şey dedim. Bax, Professor Lawrence Krauss deyir ki, ateist olaraq, normal olaraq adam deyir ki, ateizmin mövzusu deyil əxlaq predmetidir. Əslində həqiqəti budur. Ateizmin mövzusu deyil. Amma sizlə mən o cür, məsələn, o adama görə əxlaq yox. Çünki əxlaq anlayışı ümumiyyətlə yoxdur adama görə. Məsələn, qızımla oğlum deyir, Ateizmin mövzusu ve tarifi eynidir ve tarifin içinde bir əxlaq nəzəriyyəsi falan yoktur. Ateist o deməkdir ki, əxlaqsızdır. Azərbaycanlıdır ve Azərbaycandan götürür əxlaqı. İşte əxlaq. Hətta sizin bax, sən demisənmi, deməmisənmi bilmirəm. Bax, anormal bir yanaşma bilirsən nədir? Bir ateist Azərbaycanın əxlaqını götürürsə, Azərbaycanın əxlaqının içində İslamdan da gələnlərdir ki, ateizmdə əxlaq yoxdur demək absurd və rəzil bir cümlədir. Ateizmdə əxlaq yoxdur. Ateizmin əxlaqla nə əlaqəsi? Ayrı şeylərdir. Hədə elə bildirsən ki, biologiyada ədəbiyyat yoxdur da, məsəl üçün, belə bir şeydir. Eyni qədər absurd bir yanaşmadır. Məsələn- Necə ki, hər hansısa bir şəxsin inancına və ya milli kimliyinə və ya hər hansısa bir rənginə görə sən deyəsən ki, o əxlaqlı deyil, əxlaqsız. Bax, məsələn, Tamamilə mən, aidiyyətsiz. mən Azərbaycan ateistlərindən çox nəyə diqqət edirəm? Misal üçün, sən, özümə verirəm bu sualı, süd bazı qardaş evliliyinə pis baxırsan da, yəqin ki, düz? Çünki Azərbaycanlısan. Yox. Amma bu, biz araşdıranda burada heç bir bioloji təhlükədə yoxdur. Konstitusiya da icazə verir. Dəxlinə Hətta dünyada İslamdan başqa buna zidd olan heç nə yoxdur. Amma Azərbaycanlısan deyə buna pis baxmağın mənim üçün anormal deyil. Yəni bir ateist olaraq İslamda olan bu süd bazı qardaş evliliyi haramdır anlayışının pis formalaşması səndə normaldır. Mən bunu zaten belə başa düşürəm. Amma Professor Lawrence Krauss İslamdan qabaqda var idi axı. mənbə. Bir dənə mənbədən. Yoxdur. Türk Dünyada tarixləri. elə bir mətn yoxdur. Tapıb qoyaram. Mövzu bu olacaqsa, ümumiyyətlə əxlaqla bağlı debat eləmək istəsən, Dünyada bununla bağlı Sevic tək bir dənə mətn gətirə bilmərsən. O belə deyənmirsən də, belə deməklə olmur. Sevic, bu barədə mənim 3 illik tədqiqatım var. Heç nə gətirəməyəsən. Nə olsun təqdim? Mövzunu əxlaqla bağlı təyin edib. Misal deyən nümunə deyə bilərsən. Haran araşdırmamışam səncə? Türk törəsi və tarixini araşdırsan bax. Türk törəsinin 21 dənə qanunu var. Heç birində yoxdur orada. Heç elə bir şey. Kim bilirsə Türk tarixi ondan ibarət ola bilməz. Axı nədən? Türk törəsinin qanununda Törə dediyin qaydaların hamısı neçədir? 21 dənədir. Bəlkə 33 dənə sara getdi. O 21 dənəsi deyirsən var. 33-ü də var axı bunun. Bu Tamam, ikincisi bax. də ki, Orxan Türkistan Yeniseyin tarixi ilə bağlı Okey, yazılan, tamam. ay qaqaş, törə dediyin şey tamamen oraya yazılı bir şey deyil axı. Tamam. Tamam elə bitir. Deyirəm ki, Türk tarixində, Türk sosiologiyasında, Bitirdin? ya bir dənə Orxun Yeniseyin 21 dənə yazısına baxmaqla təyin elədin bunu. Yox, mən onunla ümumiyyətlə, bax, Orxan Yeniseyin 21 yazıtını sənlə müqayisə etmirəm. O səndən uyğun olmayan çox şey var ya orada. Mən oraya girmirəm, o ayrı mövzudur. Mən sənə deyirəm ki, bax, mən bunu deməyə çalışıram. Süd bazı qardaş evliliyi pistir anlayışı bəşəriyyətdə, İslamdan başqa, bax, dünyada elə bir yazılı mətn gətirə bilmərsən ki, bu olmaz olsun orada. Belə bir şey yoxdur dünyada. Onu bildim. Dünyada da elə bir şey yoxdur ki, evə girən qadını əmizdirəsən, amma İslam qaynaqlarında var. Onun nə dəxli var? Evə girən qadını əmizdirəsən, heç bir Quran ayəsində keçmir. Evə girən kişini əmizdirəsən, evin qadını əmizdirəndə olur məhrəm. Belə bir anlayış əhl-i-sünnə xəttində var. İslam- Siz də yaxşı bilirsiniz. Heç əhl-i-sünnə olmasam da, əhl-i-sünnə xəttində də o zəif görüşdür də. Yəni belə bir səhih görüş yox. Zəif görüşlü nə? Bu səhihliyi təyin eləmək üçün bunun istinad mənbələri vardır. Özü yaxşı bildiyin şeylər. Var da, Hədis usulları var. Hə. Bu da, hə. Nəyə əsasən dedin ki, o zəif hədis. Çünki ravisinin 14 dənə ravisinin 4 dənəsi məchuldur, 2 dənəsi də ümumiyyətlə bütün böyük əhl-i-sünnənin Birbaşa Ayşədən nəql da. 4 böyük fik 14 dənə ravi var. Ayşə tək ravi deyil. 14 dənə ravi var. 4 dənəsi məchuldur, yəni bilinmir. 2 dənəsi də 4 böyük əhl-i-sünnə fik məktəb alimin tərəfindən yalançı adlandırılıb. Sən bunu necə səhih və doğru Okey, bir şey kimi irəli sürürsən? onda zəhmət olmasa Səhih Müslümün adını dəyişib Səhih olmayan Müslüm qoysunlar da sən yaxşı Sahih bilirsən. Müslim'in Təşkil edə hamısı niyə Sahih. eləmirsən? Bak Sahih Müslim'in içinde gelen bütün Sahih Müslim'de sayfanın içinde geldi. Geldi. Tapım deyimsən. Zahmet Öz olma. axtar tapamırsan da görə, ha? Sahih Müslim'de sayfanın içinde gelir. Yəni deyirəm. Sen eminsen Sahih Müslim'de geldiğinden. Ha. Yaxşı. Nədir? Heç nə. Sen bir daha onu koy zahmet olması ekrana. Kəbir Maraq. Okey. Gözlüyüm. Bax.
Sən dedin ki, özdə sənə şey eləyim, dəqiqləməsində verin bu söhbəti ki, çünki xətalı bir məlumat verdin sən. Səhih Müslimdən qaynaq istəsəm GPT xətalı verirmiş, eləmi? Al sənə bu GPT-nin sıra nömrəsi ilə verdiyi bir dəyişiklik var. Səhih Müslim 1453, Səhih Müslim 1453. Bir dəyişiklik yoxdur ki. Yox. Yoxdur. 1453. Yox. Əhsən. İndi getdik Səhih Müslimə. Al sənə Səhih Müslimin 1453 nömrəli hədisi və Müslimdən. Burada da bir dəyişiklik yoxdur ki. Yox. İndi bunu tərcümə elə görək nə yazdım. Əhsən. Sən xətri onu tərcümə elədim. Al. Zəhmət olmaz. Bax, salim erkəklərin ulaşdığı saflığa ulaşmışdır ki, onu Azərbaycanca tərcümə edin ki, daha rahat başa düşəsən. Aha. Səlim də insanların əldə etdikləri kimi nail oldu və onları başa düşdüklərini anladı və evimizə sərbəst daxil oldu. Lakin mən gördüm ki, Əbu Hüzeyfənin ürəyində bir şey qaldı, qızıldadı. Allah Rəsulü ona dedi, onu əmizdir. Ona haram olarsan. Qadın qayıdıb dedi, mənim onu əmizdirim. Mən ona əmizdim və Əbu Hüzeyfə ürəyində olan şey yox oldu. Və bu alsaya bu da hədisin tərcüməsi. Ki bu əslində normal, tam olaraq normal tərcümə falan deyil. Yəni bu türkçəsi daha rahatdır. Tamam. İndi sən mənə de görüm. Yox, öncəliklə Xətalı olan nədir? Xətalı olan nədir gəldiyimdə? Bax. Nədir? Sən xəbərin olmayan burada 3 dənə nüans var. Bunları yavaş-yavaş öyrənəsən. Yaxşıdır, xeyirdir sənin üçün araşdırmaq. Sahih Müslimin Səlimdən gətirdiyi, nəql etdiyi əsasda o hədisdir, ravisi Səlimdir. Kimdir ravisi? Sən oxuduğun hədisin ravisi Səlimdir dedin də, yox? Ayşədən nəql daxı bu birbaşa. Yox, kimdən? Ayşədən nəql olunur ki, kim dedi? Hə. Bax, Kim dedi? Ayşədən nəqldir bu. Tamam da kim dedi? Ayşədən nəql olunur. Səbirli ol da. Bax, Ayşədən. Ayşə. Ayşə. Görsən, Onu bildim də. Deyirəm Ayşədən nəql olundu ki, kim dedi? Yəni deyəcəm sənə kim dedi. Şimdi sən hədisi səhihlikdən çıxartmağa çalışırsan. Yox, bu hədis onsuz səhih deyil dostum. Sən səbirli ol, maraqlı bir kinonun ən şirin nöqtəsi buradır. Sən elə bilirsən ki, bunu sən elə bilirsən bunu açmağın təsadüfdür. Açsa onu qoy da ekrana. Qulaq as. Yox, qoyacam, qulaq as. Sən 3 dənə dalbadal xəta elədin. Onları bir dənə qoy da ekrana, xahiş edirəm. Qoyacam, bir dənə deyək görək. Verilən kod nömrələri, qaynaq kodları nömrələri doğrudur ya yox? Xətalıdır. Sahih Müslim, bax gəl sənə məlumat verim. O hədisi öz kitab, bax ümumiyyətlə Bihar Lənvarda, naprimer misal çəkirəm. Əllamə Məclisi rəhmətullahi əleyh hədis gətirir ki, dinsizlər, xüsusi hədisdir bu, ümumi hədis deyil. Deyir, dinsizlərin boynunun vurulması fikhi olaraq vacibdir. Bu hədisi gətirir, altında şərh olaraq qeyd edir ki, Sevinç bəy, bu səhih hədis deyildir. İndi zəhmət olmasa. Sən anlamadığın başqa bir şey var. O hədisin səhihliyi və ya səhih olmamağı sənin problemindir və səninlə əhl-i sünnənin problemidir. Mən zərrə qədər umurumda deyil. Sən dedin ki, yapay zəka neynir? Qaynaqları xətalı verir. Bəli, xətalı verir. Bunu ispat elədiyimizdə hal-hazırda xəta var. Hə, indi qulaq as da öyrədirəm. Bax, sənin bir də emosiyalarımı saxla, gör nə deyirəm. Yox, sən intellektual dürüstlük eləmirsən, o da yetərli deyildir. Dinləmirsən axı, Sevinç, hörmətsiz deyirəm. İntellektual dürüstlük eləmirsən. Mən sən hətta sən dedin ki, GPT-nin və ya bənzəri bir platformanın verəcəyi hədis kodları normal deyildir. Bax, icazə ver, izah edeyim. Bax, onu etiraf eləyəcəksən, orada xəta elədiyim ondan sonra. GPT-nin süni intellektin sənə təqdim etdiyi hədis o mənada yox ki, Sahih Müslim bunu öz kitabında gətirib və sahih hesab edir. Səni yanıltdığı şey budur ki, süni intellektin. Sən bilmirsən ki, bax, orada Sahih Müslimin o hədisi gətirməsi, belə bir hədisin həqiqətdə mövcud olması, amma bunun yalan və uydurma bir hədis olmasını deməsidir. Yəni, o mənim məsələm deyil. Bax, sənin məsələn deyil, yox, adam. Bax, 1200 nəfər dinlə. İcazə ver. Bir də sualı dinlə, mövzunu dinlə, anla sonra cavab ver. Qəbərədə qoy, mən bitirim axı, Sevinç. Mən səni gözlədim 5 dəqiqə. Xətavı etiraf eləmirsən. Sevinç, icazə ver. Sahih Müslim
Adam o kitabında o hədisi gətirməyi, bunu sahih hesab edərək gətirməyi anlamını vermir. Buna yazıb ki, Umurumda belə deyil. Süni intellekt Seviçə deyir ki, Bunun səhihliyi başqa şeydir. budur. Bax, sənin süni intellekt deyib ki, 1453. Sən demədin ki, 1453-cü hədis o olmayacaq. Mən dedim ki, 1453-cü hədis sənin gətirdiyin hədis deyil. Çünki sən onu sahih olaraq gətirirsən bizə. Amma sənin anlamadığın budur ki, 1453-cü hədis sahih hədis deyil. Adicə kitabın Mənim onun səhihliyi başqa bir məsələdir. Aha. Verilən hədislə qaynağın kodunun birəbir üst-üstə düşməsi başqa bir şeydir. Və sən dedin ki, hətta ironik şəkildə güya mizah elədin. Dedin ki, kibirli bir formada. GPT-yə baxırdı, səndən gözləməzdim. GPT-nin verdiyi kodla səhih hədis ya da səhih olmayan hədis hər nədirsə ondan. O səhihliyi sizin məsələmizdir, mən vecmə də deyil. Ki Ayşədən nəql olunur. Ayşədən nəql olunanlar da səhih deyilsə, onda səhih Buxari kökünə. Sən dedin ki, bax, öncəliklə bunu qeyd edirəm. Deyir ki, Ayşədən gələn zəifdirsə, bütün Buxarını bitirim sonra. Bax, bura gələcəm, davam elə. Bitirim sonra. İndi məsələ budur. Sən özün öz dilindən gülərək dedin ki, GPT-dən hədis qaynağı istəyir. Mən səndən hər hansı bir PDF-dən və ya normal bir qaynaq. GPT-dən götürdüyümüz kod qaynağı Sünnə.com-da, yəni Əhl-i-Sünnə xəttinin də Kütüb-i Siddiyəsinin bütün şəkildə yüklü olan bu qaynaqda birəbir eynidir, eynidir. Səhih Müslümin içindəki hədis kodu eynidir, eynidir. Buxarinin içindəki hədis kodu eynidir, eynidir. İndi sən də deyə bilərsən ki, sən gətirdiyin və ya süni intellektdən əldə elədiyin hədis kodları ki, mən o boyda, bu qalınlığında Buxarinin bütün hədislərini əzbər bilməyə bilərəm. Normal bir şeydir. Mən bu kod almasına gələndə, orada səhih işlədir. Bu kodları, mövzu ilə bağlı kodları almaq üçün yapay zekadan istifadə eləmək nə kimi bir problemdir? Bu düzəlişini elə ondan sonra. İndi mən səni dinlədiyim kimi dinlə. Birincisi, Ayşə xanımdan gələn hər hansısa bir hədis zəifdir demək, bütün Buxari zəifdir demək deyil. Əvvəla sən bilmirsən ki, ümumiyyətlə Əhl-i-Sünnə xəttində Əbu Hüreyrədir ən çox hədis nəql edən kəs. Adicə Buxaridir, Sahih Buxarinin 5000-dən Sahih Buxaridə 5000-dən çox hədisi var Əbu Hüreyrənin. Ayşədən yox, Əbu Hüreyrədəndir. Birinci bilmədiyim budur. 2. Bax, öyrən bunları. Sonra heç kim deməyəcək bunları sənə. Sahih Buxari, sən dedin ki, belə bir hədis keçir və sahihdir. Mən isə sənə dedim ki, və hələ də o düşüncədəyəm. Sənin bizlərə sahih olaraq təqdim edə biləcəyin elə bir hədis ola bilməz. Hətta o kitabın əsl adını oxuyuram. Mən də əzbərdə bilmirəm. Açmışam kitabın əsl adı. Əl-Müsnəd, Əs-Sahih, Əl-Muxtəsər, Minəs-Sünnəni bin Nəqlil, Ədlil, Ədlil ilə Rəsulillah. Kitabın əsl adı budur, ərəbi. Və bu kitabın müəllifi olan Sahih Müslim, adam öz kitabında sənin dediyin hədisi 1453-cü hədisdə gətirərək sahih olduğunu bildirmir. Adam deyir ki, baxın, məsəl üçün bu nəyə bənzəyir? Bunun sahih olduğu başqa mövzudur. Dinlə. Məni niyə dinləmək istəmirsən sən? Sən nəyi dinləyim, sən çatınla danışırsan? Mən səni dinləyirəm, mən səninlə danışıram. Yenə çat, mən sənə deyirəm. Mənlə danışırsan, çata niyə xitab edirsən? Bax, sənə deyirəm. Mən başqa sual verdim axsa. Bax, sənə gəlim, sonra sualıma gələcəm. Dinlə. Sənin dinləməklə bağlı sorunun mu var? Dinlə. Açı, sən monoloquma ehtiyacın var mı? Debatda sən kontrargüment edirsən. Zaten var. Mən sənə ehtiyacım mı var? Mən səni dinlədim. O zaman sən də dinlə. Mən səni dinləyirəm. Sən niyə dinləmirsən? Mən sənə xitabən arqument qoydum. Cavab ver. Zəhmət olmasın. Bax, necə ki dinləmişəm, o cür dinlə. Bax, Açı, sən səhərə qədər oturub indi mal alıyasına oturub dinləməliyəm. Bu nə tür anlayışdır sizdə? Bax, mal alamaq zat, mən mal alamıram, öyrədirəm. Mən verdiyim suala cavab istəyirəm. Sən niyə dedin və o xətanı boynuna alasan? Bax, sənin ən böyük cahilliyin bilirsən nədir? O ki, süni intellektdən istifadə edərək, süni intellekt vasitəsilə özünə doğru bir mənbə kimi təqdim edirsən bizə. Sənin ən böyük cahilliyin budur. Sən süni intellekt kimi özünə doğru hesab edirsən bunu. Qulaq as. Kodu götürmək orada doğru deyil. Qardaş, bir kitabda yazılıb ki, Azərbaycanlılar pis adamdır. Tutaq ki, o kitabın altında, məsələn, o kitabın altına bir adam götürür, hər hansı bir müəllif. Öz kitabında yazır ki, Azərbaycanlılar pis adamdır, bu səhv fikirdir. İndi sən, Azərbaycanlılar pis adamdır dedi. O səhihin hədisinə, səhihliyinə fırlatmır. Deyirəm ki, sən. Qaynaq olaraq götürdüyümüz kodla kitabın PDF-indəki qarşılıq birəbir eynidir. Sahih olaraq düşsən sahihdir dedi. Bu ne dondu?
Deyirəm ki, GPT-dən və ya bənzəri yapay zekadan götürülmüş kod qaynaqla birəbir eynidir. Sənin dediyin kimi deyil də, sən dedin bu sahih mənbədir. Ay qardaş, Kitabın adı nədir? Səhih Müslim deyil. Aynen. Bak kitabın adını koyu qırağa. Sen dedin sahih mənbədir. Dedin. Ay yoldaş, deyirəm ki, Sevinç. kod. Bax özün də fərqindəsə, bu ya intellektual dürüstlüyü deyil, əslində malalamağın daniskası olur. Yəni doğru düzgün hərəkət edir. Ay mal alayan Bax qardaş. sən burada minlərlə adamın üstündə eşidəcəyi formada dedin ki, sən yapay zekadan götürülmüş qaynaq kodları oraya ilə üst-üstə düşməyəcək. Düşdü üst-üstə. Bax, indi qulaq as. Mən dedim ki, mən hələ də o sözün. Hə? Ya da yox. Yox. Necə yoxun deyirəm. Bax, mən deyirəm ki, sənin bizə İsbat elədim sənə. Bax sən yalan danışırsan. Qardaş, necə isbat elədin ki, bizə dedin bu doğru mənbədir, səhihdir. Axı səhih deyil. Bax, Səhih Müslim 1453 nömrəli hədisi mən GPT-dən götürüb sünnah.com-da qarşılaşdırdım. Tamam da bu doğru bir şey olmuş kimi Doğrusu təbii ki doğru olduğuna emin olmayacağıq. Mən göydən qoyun düşdüyünə inanmıram da, mən məlum məsələdir. Biz de qoyun düşdüyünə inanmırıq zaten. En azından başa düşdümü? Sən bütün qaynaqların, sənin bütün qaynaqların mənə görə, anlayışıma görə, müdafiə edin pozisiya, fəlsəfi görüşə görə zaten komple yalandır. O səhihdirmi, döldümü, o sizin probleminizdir. Mən də sənə deyirəm. Mənim pozisiyama görə sizin xurafatdan başqa bildiyiniz heç nə yoxdur. Olsun da, olsun. Hər həkimə gedəndə ona elə vicdanıma deyərsən. Gör nə deyirəm. Qulaq as. Vicdan? Ateizm, vicdan? Təşəkkürlər, əldə. Sən o səviyyən adam deyilsən hələ də. Hələ də o səviyyən adam deyil. Sən artır da səviyyəvi bir. Artır ki, sənə söhbət eləyək, ay Sevik. Sağ olun. Qaça artacaq bu səviyyə, bu din bilgisi səviyyəsi? Mən səviyyəm çox yuxarıdadır. Artıq sən din bilgisi səviyyəsi, ay Sevik, din bilgisi. Mən sənə şəxsiyyətlə söz demirəm. Adam bu qədər cahil olmaz uşaqlar, valla. Bu qədər cahillik yoxdur. Allah haqqı. Bu qədər cahillik var. Yəni bunun həddi, bunun hüdudu, bunun forması, bunun yoxdur belə bir şey. Valla yoxdur. Belə bir şey yoxdur ki. Respublikada dünya üzrə görülməyib belə bir şey. Nə qədər bir adam cahil ola bilər, nə qədər bir adam bu qədər də olmaz da yəni. Bu qədər də olmaz. Belə bir şey yoxdur. Belə şey olar ki. Gəl Alparslanı qaldırın, biraz da Alparslanı məşq eləsin. Salam aleykum. Aleyküm salam. Hansı hədisində inti gəldi? Mən müntəzir. Nə hədisiydi? Bir də Sahih Müslim var da PDF səndə. De görün. 1453-cü hədis açdı bir dənə. Hə, o hədis şey deyil, o süd yolu ilə haram olanlar nəsəb yolu ilə da biyoloji olaraq da haramdır hədisi. Nə iradı var ki öyle? Qoyub ekrana ki, deyir ki, birinci. Bax, əvvəla bu adamın sadəcə 3 dənə əsas quşun deyirəm, Alparslan. Deyir ki, hədis Ayşə xanımdandır. Əgər Ayşə xanımdan hər hansısa bir zəif hədis varsa, bütün Buxarini qoyaq qırağa. Birinci bunu izah edirəm ki, bax, mən əhl-i sünnə deyiləm, amma əhl-i sünnə məktəbini bilirəm ki, ən çox hədis nəql edən ravilərdən başlıca siyahıdır. Birinci yerdə Əbu Hüreyrə gəlir. Sən Ayşə xanımın adını çəkməklə Buxarinin 90% Əbu Hüreyrədir. Sən o, yəni Ayşə xanımdan zəif hədis də ola bilər hətta. O qədər uydurma bütün məzhəblərdə. Bütün məzhəblərdə. Əbu Hüreyrədən də ola bilər, ondan da ola bilər. Əbu Hüreyrənin özündən də ola bilər. Əvvəla deyirəm ki, filan hədis süni intellektdən mənbə gətirib. Gətirdiyi mənbədə süni intellektdən deməli şeydir. Sahih Müslim 1453. Deyirəm ki, bax, bu hədisin, ümumiyyətlə hədisin təqdim etmə üsulu var da. Sən ümumiyyətlə deyirəm, buna həmişə deyirəm ki, hədis məsələsinə girmə, ay Çevik. Hədis məsələsi elədir ki, sən... Hədis üsulu heç bizim din adamlarının özləri belə hamısı bilmir. Bəli. Yəni deyirəm ki, bax, hədis gətirməyin üsulu və qaydası var. Bu nədir? Gəlib yaymamızda Çevik spamlayırlar. Ay 1300 nəfər. Uşaqlar yaymamızda Çevik spamlayırlar. Bir də hamı canlıda, bax dinləyən hər bir kəs, Alparslan ürək yazsın da yayımda. Müntəzir yox, müntəzirlər bilir.
şeydir. Deyəm də Alparslan deyəm bir dənə, deyəm bizə xoş gəlirlər. Bir dənə Alparslan ürək yazın da. Alparslan ürək hamı prosto necə spam eləyin də. Bunu elə bir formada spam eləyin ki, o 1300-1400 zad görünür orada. Alparslan ürəyi elə bir max formada spam eləyin ki, uşaqlar. Hamı bir də fərqli bir aura yaransın burada. Bir də onu maksimum spam eləyin. Maksimum spam eləyin. Bizim chat Alparslan biraz sakitcə deyəm, qulaq asır, bildin necə. Bir də maksimum spam eləyin uşaqlar. Maksimum spam eləyin, maksimum da. Yəni bunun spamını çox artırın. Alparslan ürək. Hamı bir də Alparslan qırmızı ürək. Hamı Alparslan qırmızı ürək eləsin. Bizə gəlib xoş gəlirlər. Sevinç ürəyi zad, sevinç belə zad yazıb. Şeydir. Yox, həqiqətən mövzuya gəlir. Mən o mövzu maraqlıdır ki, o nəyə iradı nədir? Qardaş, bax mən deyir ki, bu qayıt ki, bəs şeydir, Şiə əqidəsində belə şey var ki, bəs Şiə əhlüsünnə, yox, İslam mənbələrində belə bir şey var ki, İslam mənbələrinə görə bəs şeydir. İslam mənbəsinə görə bizim evə gələn kişini Məsələn, kimsəyə ana süd verirsə, onlar artıq bir-birlərinə haram olur. Onlar bacı qardaş evlənə bilməzlər. Bu süd qardaşlığı və bacılığı bizdə nəsə şey kimidir də, bioloji uşaq bacı qardaşlığı kimidir. Şala Alparslan ürəyi davam eləyir. Amma bu 2 yaşa qədərdir. O böyüklər məsələsində orada bəli, o rəvayət xətalıdır. O rəvayət xətalı rəvayət. Bax deyirəm ki, Sahih Müslimdə elmi yanaşmadırsa xətalı rəvayət ola bilər. Deyir onda bunun adı Sahih Müslim yox, Sahih olmayan Müslim yazır. Bax adamın yanaşmasına bax, Alparslan mən dəli oluram da belə cahil yanaşmaya. Adamın yanaşması o qədər cahildir ki, o qədər belə mənfi. Əslində qaçdı, çox pis qaçdı da, yəni dəhşət qaçdı yayımdan. Niyə bilmirəm? Neyse. Yox, ümumiyyətlə məsələn alim topladığı zaman o bəli düşünüb ki, bu hədislər səhihdir və toplayıb. Ona görə adı səhihdir. Amma başqaları tədqiq eləyəndə, başqa İslam alimləri bunu tədqiq eləyəndə görürlər ki, bu toplayan alimin bəzi yerlərdə qaçdığı xətalar olub. Qardaş, bu mümkündür da olsun. Bəli, bu mümkün. Adamın, bax, Sahih Müslim, ərəbi, orijinalı neçə cilddir. O adam o kitabı tərtib eləyənə, yığana, bir yerə toplayana və s. minlərlə istoriya, kino, komediya, milyard dənə tema var. Yəni, ümumiyyətlə, hədisin yanaşması üsulu tamamilə başqa şeydir. Hədis təqdim etməyə başqa şeydir. Onu gərək ravilərin təqdim edəsən. Rizal alimlərinin həmən o ravilər haqqında rəylərini təqdim edəsən. Bundan sonra, bunu da etdikdən sonra, Rizal alimlərinin o ravilər haqqındakı rəyin təqdim etdikdən sonra dirayə elmi ilə əsaslanaraq hədisin mətninin tədqiqat aparmalısan, tədqiqatını eləməlisən. Hətta məsələn hədisin sənədi səhih ola bilər, mətni problemli ola bilər. Hədisin mətni səhih ola bilər, sənədi problemli ola bilər. O qədər şeylər var ki, bu ümumiyyətlə istər əhlüsünnətdə, istər şiədə hədis üsulu ilə məşğul olan çox az sayda alim var. Çox az saydadır bu. Çünki bu çox böyük bir hafizə tələb eləyir. Hədis elmi böyük hafizə tələb eləyir. Böyük yaddaş, yəni fiqh və s. tələb eləyir. Bu hər adama məxsus, hər alimə, hər İslam aliminə məxsus bir şey deyil. Məsələn, nadir alimlərdir bu hədis üsulu ilə məşğul olan. Çox nadir. Əsrdə bir dənəsi olar ya olmaz. Yəni, baxsan, da yoxdur elə bir şey. Mən təşəkkür edirəm Alparslan. Başqa sözün tapşırığın, qardaş. Yox, çox sağ ol, qardaş. Elə bunu soruşurdum. Yəni, mən onsuz da ateist gəlsə də, istər əhlüsünnə irad bildirsinlər. Allah həmd olsun. Mən heç mümkün deyil ki, kimsə gələ bizə elə bir irad bildirə ki, biz onun yanında təəccüblü qalaq. Həmçinin, qardaş, mənim üçün də, yəni gəlib kimsə, belə deyim, bir kafir bir şiəyə irad bildirə bilməz. Mənə görə də belə. Oldu, qardaş, salam aleykum. Oldu, sağ ol. Aleyküm salam, sağ ol. Gecəniz xeyir olsun. Xeyrə qarşı. Uşaqlar, indi bildiniz ki, kim hardan mənbə gətirir? Süni intellektdən. Qoş. Aslan, get acanlaç qoşulum səndən, ay Aslan. Aslan abi, get yayınma. Gəlin qoşulaq. Qoş bir dəqiqə. Yayım atsa Aslan abi, yayım at. Evdəyəm. Nə olsun evdə olanda yayım açanmırsan? Demirəm ki, dalış. Alınmır. Yayıma qoşula bilirsən amma. Selamun aleyküm.
Aleyküm salam. Axşamınız xeyir olsun. Necəsiniz? Axşam Hər vaxt. xeyir olsun. Bir dənə Alparslan, buradasansa bir dənə qalx da başladan. Bir dənə sənə də bir də Alparslan da bir söz deyəcəm. Alparslan, buradasansa bir dənə qalx. Buradadırsa qaldırın. De. Yox, qalxsın bir dəqiqə. Bir dənə chatdən xahiş edirəm, Aslan abi ürək yazın. Asla. Alparslan, axşam xeyir, nətərsən qardaş, nə var? Çox sağ ol. Alparslan, təxminən belə deyim də 6 ay plus 1 ildən aşağı olmaq şərti ilə bu aylar çərçivəsində səndən bir söhbət eləmişdim. Sən mənə demişdin ki, biz etiqad edirik ki, Məhəmməd Peyğəmbər ağacı çağırdı, ağac gəldi ayağına. Səhv xatırlamıramsa düzəlt. Hədisdə. Bəli, möcüzə qismində bəli, burada təcrübə nə var ki? Xahiş edirəm, mənə onun ravilərini, sonra nə idi onun şeyi, nə idi o ravilərini, sonra nə idi, ricalını, sonra... Deyim də sən, aç, deyim sən, deyim, bir də gözlə deyim sən. Deməli, açırsan İmam Suyutinin, Nübüvvətin, Peyğəmbərin möcüzələri kitabını orada var. Suyutidə şeydir, ravilər səhihdir. Burası səhihdir, zəifdir, məsələ qəbul. Ümumi kitabın adına bax, Aslan abi. Abi mən Sən qəbul etmirsən, müntəzir gərək bir gün bildim. Bax, gərək bir gün yaymaçım. Gərək bir gün yaymaçım. Bu hədislərin yanaşma üsulunu insanlara öyrətmə. İndi sən mənə, indi müntəzir sənə deyirəm, mənə bir dənə hədis deyir, onu da ravilərini Yox, müntəzir şia mənbələrində olmaya bilər də. İndi müntəzir bu qəbul. Mən hədis deyim, mənbələrin qoyum qabağa. ravilərini, ricalını, ondan sonra, yox, mən ekrana bax denən. Mən ora bax. Örümdə də açıb deyirəm. Ha, belə deyim. Hə, Ha, problem yoxdur. buyur. Deyirəm, Bismillahirrahmanirrahim. Mənbə, Şeyx Saduq Ət-Təhfid, Kitab-ı Tavhid, səhifə 129, hədis nəql olunur. Ravilərində. Deyəm, bax, hədis ümumilikdə Silsilətül Zəhəbiyyədir bizdə. Silsilətül Zəhəbiyyə nədir? 11 imamın birbaşa silsiləsindən gəlir. Bizə buna qızıl silsilə hədisi deyirlər. Hədisin başı necə nəql olunub? Hədisin başı gedir Əmir əl-Möminin əleyhissalama, o da Muhammed Peyğəmbər sallallahu aleyhi və aleyhi və səlləmdən eşitdiyini nəql edir. Silsilətül Zəhəbiyyədir. Hədisin zənciri budur. Bu qayda üsul bizdə vardır. Bunu alfaslandır. Məhəmməd Peyğəmbərdən birbaşa Həzrəti Əli eşitdiyibsə, Həzrəti Əlidən sonra kimə eşitdim onu? İmam Həsən, onun oğlu İmam Hüseyn, onun oğlu İmam Zeynalabdin və bu silsilə ilə ta ki İmam Həsən Əskəriyə qədər. Səndən sonra nətər dəyişilmədiyin sübut nədir? 2026-ya qədər. Deyirəm axı ki, bax, bunu fərqli, bax, ümumiyyətlə hədis üsulu nədir? 2026-ya qədər əzlər. Məsəl üçün, İmam Sadiq əleyhissalamın Müfəzzəl ibn Ömər adında səhabəsi olur. Kitabı var, Müfəzzəl ibn Ömərin Tövhidi, İlhilləcə Risaləsi. Həmən o kitabı İmam Sadiq əleyhissalamdan eşitdiklərini, yəni ona qulaq asaraq yazdı, tələbəsi olan Müfəzzəl ibn Ömər tərtib edib. İndi bu kitabın içində nəql olan hər hansısa bir hədisi İmam Sadiqin ondan başqa bir 10 dənə tələbəsi nəql etdiyini Həzrəti görür. Əlidən səhih olmayan hədis yoxdur. Var. Biz demirik ki, ümumiyyət kimin? Həzrəti Əlidən səhih olmayan hədis var. Var, əlbəttə ki, uydurma. Yəni onun adına yalandan uydurma hədislər var ki, məsələn deyiblər ki, İmam Əli belə deyib, amma həqiqətdə İmam Əli elə bir şey deməyib. Belə hədislər var. Həzrəti Əlidən gələn hədisin yazılış tarixi nə vaxtdır? Həzrəti Əlidən gəlibsə hədis 1941-ci il. Sual qəribə sualdır ya Aslan abi. Yəni Həzrəti Əlidən elə bir deyirəm Aslandan gələn 100 il sonra sual verilən. Yəni söhbət Həzrəti Əlidən gəlib də hədis, ha. Demək Həzrəti Əlidən gəldiyinə dair sübut nədir bunun? Qardaş deyirəm axı, bax rical elmi, dirayə elmi, onun səhabəsi, onun səhabəsinin səhabəsi, onun səhabəsinin səhabəsinin səhabəsi, onun səhabəsinin 35 səhabəsi, 35 səhabənin 35 tələbəsi, 35 tələbənin 45 tələbəsi. Həmoğlu, bir dənə qulaq as, məndən başladım. Mehdi babanı tanıyırsan? Bax indi biz sən nə edəcək? Mən sənə nə? Mehdi babanı tanıyırsan? Hə, Mehdi babanın atası kim alıb? bilmirəm. Onun atası kim alıb? Yusuf baba, yox İskəndər baba. İskəndərin babası kim alıb? Bilmirəm. Əhsən. 2 dənə bilmədiyin şey oldu. Dolayısıyla sənin babanla gələn, sənin rəvayət etdiyin səhv oldu. Sən razısan bundan bağlı? O bizdə belədir Aslan, doğru deyirsən. Bizdə belədirdən əlavə, bunu mən bilmirəmsə mənim atam. Atam bilmirsə onun əmisi, əmisi bilmirsə onun əmisi,
əmisi bilmirsə mənim o birlə əmilərim. Onların əmiləri bilmirsə mənim dayılarım. Dayılarım bilmirsə nənəm. Nənəm bilmirsə babam. Babam bilmirsə o biri babam. O bilmirsə o biri nənəm. Yəni bu sənin düşündüyün kimi bir şəxs üzərində qurulmuş rizal elmi. Müntəzir, bax, ay Aslan. Məndən atamı soruşsan, babamı soruşsan, uzaqbaşı 3 nəsil sayaram. Amma Yox, bir bəğlama ərəbdən 600 nəfər saydı. Yox, bir dənə səbir ol, bir dənə səbir ol. Bir Mən daha çox da sayarım. soruşsan 10, 15, 20 nəslini saya bilir. Çünki ərəblərdə şəcərə deyilən bir şey olur. İstənilən ərəbin evinə getsən bu var. Əgər Başıma dönün. Bax, qadan alım səni. Ümumiyyətlə, şəcəri dediyin şey arxiv üzərində qurulmuş bir sistemdir. Bu, rəvayətlə gəlib çatanın heç bir səhilliyi yoxdur. Ola bilməz. Şəcərə dediyin, yəni mən burada çox şey danışa bilmirəm, şəxsdə sənə deyəcəm. Bizim şəcərəmizi Rus arxivindən nətər çıxarıldığına, hara qədər, Rus çarına qədər necə öz nəslimlə danışıram. Necə çıxarıldığını bilirəm mən bunu. yəni Başa düşdün? Yəni bu da bəlli bir yerə qədər gedir çatır. Çünki müəyyən bir vaxtdan sonra arxiv Ay qardaşım, bax başa düşürəm səni. Mən sənə bunun qaydasını, üsulunu, istəsən bu barədə kitablar tonla yazılıb. Yəni Amma başa dönüm. Yazılması belə onun nə qədər səhiy olduğunu sübut edə bilər. qaydası var. Bunun qaydası nə? Bir də iman elədim. Də qutardı da ağac yedi. Belə tamam, iman elədim yəni. Alparslan kimi də iman elədim ağac Yox, yedi. biz zaten möcüzələrə iman edirik də. Çünki möcüzə elə bir şeydir ki. Amma bu möcüzə deyil də, Alparslan. Sadəcə Aslan abi. Bax, daha səmimi deyim, Aslan abi. Sənə bunu elmi müstəvidə izah eləyə bilərəm. Yəni, rizal elmi nədir? Bu rizal elminə yanaşma nədir? Bu rizal elminə yanaşma necə olur? Dirayə elmi nədir? Bu dirayə elminə yanaşma necə olur? Bax, sadəcə bir misal çəkim sənə. Buyur. Bax, sadə bir misal çəkirəm. Çox sadə bir misal çəkirəm. Deməli, bir dənə hədis var. Şeyx Sədqun Ət-Təfrid kitabında gəlir. Mən o hədis üzərində araşdırma apardım. Hədisin 14 dənə ravisi var. 14 ravinin bizim dövrümüzə ən yaxın olan sıralamayla başladım araşdırmağa. Deməli, bir dənə adam var, ondan soruşdum ki, bunun qaydası nədir də, tam elmi müstəvidə. Adam mənə dedi ki, əvvəla bu adamın, həmən o ravinin, ilkin mərhələdə o adamın, rical alimlərinin o adam haqqında dediyi rəyləri oxumalısan. İkinci növbədə, o adamın, o rical alimlərinin, onu dediyindən əlavə, o adamın nəql etdiyi, o adamdan gələn digər hədisləri araşdırmalısan. Evet. Onları araşdırdıqdan sonra o adamın dediyi hədisin mətninə keçirsən, o mətnin özünün başqa siqa, yəni doğru danışan ravilər tərəfindən nəql olunub olunmadığını araşdırırsan. Tamam. Mətni araşdırıb sabit etdikdən sonra, raviləri araşdırıb sabit etdikdən sonra o hədisin doğruluğu ortalığa çıxır. Sonra maraqlı gəldi ki, rical elmi nəyi öyrənir? Biz araşdıranda gördük ki, rical elmi deməli nəyi öyrənir? Biz araşdırdıq, gördük ki, rical elmi bir ravinin kimliyini, biyografiyasını, adı, atasının adı, öz adı, anasının adı, nəsli, kökü, nəcabəti, necə bir adam olduğu, necə bu hədisi nəql etdikdə hansı yaş dövründə olduğu, hansı beyin, yəni kapasitəsində olduğu, hətta bu adam yaşlıydı, hədis, rical qaydasını Alparslan bilər bunu. Bir qayda var ya Alparslan, o yaş biraz fəqir idi, yaşı çox idi. Rizal alimi yazır ki, bu hədisi nəql edəndə falan ravi yaşlıydı. Məsələn, ravinin cavan yaşda yazdığı hədislərlə yaşlı vaxtda yazdığı hədislər arasında fərq var. Əgər o mətnlərdə bir şübhəli bir şey görünsə, o zaman deyirlər ki, bunun artıq yaşlanıb, hafizəsi zəifləyib, hədisdə bu sözləri əskik və ya artıq şey eləyib. Ona görə məsələn ravini cərh eləyirlər. Yaşlı vaxtda rəvayət etdiyi hədisləri götürmürlər. Çox şeylər var. Yəni o qədər səbəblər var ki,